Bir alim danışır, deyir ki, bir gənc gəldi mənə dedi ki, namaz qılmaq mənə xoş deyil. Mənə bir şey eləyin ki, mənə namaz qılmaq xoş olsun. Bəziləri də ruhanilərdən bir sehirbazlıq şeyində, təmənnasındadır ki, elə bilməsən bir çubuğu var əlində, belə eləyəcək, namaz buna xoş gələcək. Bunu demək, elə ki, mənə namazdan xoşum gəlsin, dedim, yox, mən elə şey eləməyəcəm. Mən bir şey eləyə bilərəm ki, görüm, niyə namaz sənə xoş deyil? Gəl, oturaq, bunu araşdıraq. Deyir, danışdım, ümumiyyətlə, xeyli danışır, mən vaxt nəzərə alıb az danışıram. Deyir, dedim ki, bəlli oldu ki, belədir. Misal üçün, ata-ana evdə namaz qılır. Övlad ata-ananı sevir, amma yaşın bir dövrü var ki, ata övlada ideal olmur. Bir dövrdə olur, bir dövrdə əksinə ata-anaya əks getmək xoş olur ki, mən böyümüşəm artıq. Onlar nə edirsə, onun əksini edir. Deyib, belə bir şəraitdə ata-ana ki, onsuz da gözünün qabağındadır bütün günü, keçir ora, gəlir bura. Bu yandan da təkrar bir iş görür, namaz qılır bunun gözünün qabağında. Və bu namazı ruhsuz, halsız qılırsa, üstəlik hələ nəsihət deyilir ki, namaz qıl, və salam, evini yıxdı uşağın. Deyir, hə, bunu danışdım deyir buna. Dedi ki, hə, kifayətdir, mən bildim. Dedim, nəyi bildin? Deyir, bir şey bildim ki, mən elə bilirdim ki, dinlə mənim aramda ziddiyyət var. Sən demə, məndə ziddiyyət yoxdur, şərait düz olmayıb. Cavanlarda yersiz özünü qınamaq var. Mən günahkaram, mənlə alınmayacaq. Səhv sözdür. Bəzən müəyyən travmalar var ki, onlar səbəb olur ki, dinlə sənin arasında ziddiyyət yaransın.